Dilin saflığı hər bir cəmiyyət üçün çox böyük önəm kəsb edir. Nəzərə alsaq ki, bu gün televiziya ən kütləvi informasiya vasitəsidir və bizim ana televiziyamız olan Azərbaycan televiziyası bu yöndə müəyyən mənada bir missiya daşımaqla məşğuldur. Heç bir halda unutmaq olmaz ki, biz dili bugünə qədər gətirən, çıxardan insanların xatirəsinə həm də bir hörmətlə yanaşmalıyıq və dili bundan sonraki nəsillərə öz saflığı ilə, olduğu kimi düzlüyü ilə qüsursuz çatdırmağı bacarmalıyıq. Çünki bizim ana dilimizdir. Burada bir şeyə xüsusilə diqqət yetirmək istəyirəm ki, bu gün dünyada ümumiyyətlə tendensiya tamamilə fərqlidir. Yəni dünyada bir qloballaşma tendensiyası var idi. Artıq onun üzərindən demək olar ki, şuuru şəkildə xətt çəkirlər və burada fərdi yanaşmalar sistemi formalaşır. Və düşünürəm ki, bu yöndə televiziyanın da üzərində çox ağır bir yük var. Hər bir televiziya ilk növbədə milli köklərə sədaqətini göstərməlidir, nümayiş etdirməlidir. Çünki televiziya daima həm televiziya, həm radio bizim dilin saflığını qoruyan əsas substruktur olub. Onsuz heç bir halda heç bir cəmiyyət mövcud ola bilməz.